Aziz 7-ci sinif qrupa ödənişsiz WhatsApp qrupumuza göndərdiyim diaqnostik qiymətləndirmə PDF-inin indi isə video izahatını göndərirəm. Növbəti dəfə yenə diaqnostik göndərəcəm dərs açılmamışdan qabaq. Onu əldən buraxmamaq üçün WhatsApp qrupumuza üzv olun. Ödənişsizdir. Orada siz həmçinin dərslər açılanda KSG, BSG nümunələri ilə də tanış olacaqsınız, əldə edəcəksiniz və digər faydalı materiallar. Və 7-ci siniflərin bu il bilirsiniz ki, yeni riyaziyyat kitabı çıxır. O kitabın da YouTube-da videolarını paylaşmışam. Eyni zamanda qayda PDF-ləri var. Bunlar hamısı həmin qrupda paylaşılır. Qrupun linkini açıqlama qismində qeyd eləmişəm. Gəlin indi suallara baxaq ki, diaqnostik üçün sizə hansı suallar verilə bilər. Deməli deyir ki, 12, 18, 24 ədədlərinin ədədi ortasını tap. Dəyərli şagird, ədədi orta tapanda əvvəla bunları toplamalısan 12 plus 18 plus 24 və bölməlisən saylarına. Deməli 12 plus 18 30 eləyir, plus 24 elədi 54 bölü 3 eləyir 18. Yəqin ki, cavabı 18 yazmışam. İkinci, zəri bir dəfə atdıqda tək ədəd düşməsi hadisəsi üçün əlverişli halların sayı. Zərdə tək ədədlər hansılardır? 1-dir, 3-dür, 5-dir. Axı zərdə 6 dənə üz var, 6 rəqəm olur. Deməli 3. Üçüncü, Aysel imtahanda 6, 8, 5, 9 balları aldı. Bu ədədlər sırasının medianı. Dəyərli şagird, median tapanda əvvəla bu ədədləri azdan çoxa doğru düz və ortada qalan ədədi tap. Hal-hazırda ortada, yəni qıraqları silsək, 2 ədəd qalır. Bu zaman həmin ədədlərin ədədi ortası tapılır. Yəni topla, yarı böl və salam. Dördüncü, mərkəzi bucaq 72 dərəcə olarsa, həmin bucağın söykəndiyi qövsün dərəcə ölçüsü. Yadında saxla ki, mərkəzi bucaq elə söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Beşinci, mənfi 7, 4 nöqtəsi hansı rübdə yerləşir? Gəl baxaq. Deməli, bu nöqtənin x-i mənfidir, burada dayanır, y-i müsbətdir, burada dayanır. Bunların ikisinin ortaq nöqtəsi ikinci rüb. 6-cı sual, 25% 48 olan ədəd. 25% 4də 1-dir. Yəni, bu sənə deyir ki, 4də 1-i 48 olan ədədi tap. Bu zaman biz 48-i sadəcə 4-ə vuracaqdıq. O da C variantıdır. 7-ci, verilmiş nisbətlərdən hansı tənasübdür? Biz bilirik ki, tənasübün kənar hədlər hasili orta hədlər hasilinə bərabərdir. Gəl baxaq. Məsələn, burada kənarlar 3 ilə 10-dur, ortalar 5 ilə 6-dır. Vuranda hər ikisi 30 eləyirmi? Eləyir. Deməli, elə cavab oldu. A variantı. Ondan sonra 8. Mərkəzi bucağı 116 olan həmin bucağın söykəndiyi qövsün dərəcə ölçüsü. Dedik ki, həmən qövs mərkəzi bucağa bərabərdir. Ona görə cavab 116-dır. Sonra 9-cu sual. Deyir ki, qonşu bucaqlardan biri 65 dərəcə olarsa, digər bucağı tap. Qonşu bucaqların biz bilirik ki, cəmi 180 dərəcədir. Deməli, belə halda 180-dən verilən bucağı çıxırsan, cavabını tapırsan. 10-cu sual. Burada bir xatırlatma eləyim ki, dəyərli şagirdlər YouTube-dan izləyən və yaxud da hal-hazırda izləyib YouTube-da mənə abunə olmayan şagirdlər, kanalımı böyütmək istəyirəm, 100 minə çatmaq istəyirəm və sizdən xahişim mənə dəstək olun. Abunə olaq ki, tezliklə 100 minə çataq inşallah. Deməli, burada deyir ki, 4 kiloqram yağın qiymətinə 12 kiloqram pendir almaq olar. Bəs 10 kiloqram yağın qiymətinə neçə kiloqram pendir almaq olar? Deməli, 1 kiloqram yağın dəyəri 12 böl 4, 3 kiloqram pendirə bərabərdir.
1 kiloqram yağla 3 kiloqram pendir almaq olarmış deməli. İndi bu da deyir ki, 10 kiloqram yağın dəyəri. Vəssalamda onda 10 vur 3. Cavabımız 30. 11. 60 dərəcəli mərkəzi bucağa uyğun sektor dairənin hansı hissəsini təşkil edir? Biz bilirik ki, dairə tamamı 360 dərəcə. 60 dərəcəyə uyğun bu sektor təbii ki də bölürük 60-a 6 yerə. Deməli, bu sektor 6-dan birini təşkil edir. 12. Tərəfi 16, 9 olan düzbucaqlının sahəsi enini uzunluğuna vurmaqla tapılır. 16-nı 9-a vuranda 90, o da 54, cavab eləyir C variantı. 13. Düzbucaqlının eni 7, uzunluğu x və perimetri y olarsa, y və x arasındakı asıllığı müəyyən edin. Onda mən perimetri tapanda, yəni y-ı tapanda nə edirəm? N-lə uzunluğu toplayıram və 2-yə vururam da, elə deyil. O da hansı bənddədir? B variantında verir. 14. Y bərabərdir 4x üstəgəl B funksiyası 3,18 nöqtəsindən keçir. Bax, bu nə deməkdir? Bu bizim x-imizi bildirir. Yəni, bu x-in yerinə 3 yazacağım. 4 vur 3 üstəgəl B. Bu y-in yerinə də 18 yazacağım. Buradan 12 üstəgəl B 18-dirsə, təbii ki, B 6-dır. Və sonuncu sual. A, x, y nöqtəsi ilə z nöqtəsi koordinat başlanğıcına nəzərən simmetrikdir. Hə, yadında saxla ki, koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtəni tapanda sadəcə buradakı koordinatların əksi yazılır. Yəni, -8-dirsə müsbət 8, 5-in əksi -5. Yəni, A variantı. Dəyərli şagirdlər, dediyim kimi 7-ci sinifin yeni kitabının izahları baxın, çəkilir, paylaşılır və yeni izahlarda paylaşacağım. İnşallah abunə olun və yeni kitabınızı indidən araşdırın ki, dərs vaxtı sizə kömək olsun.